Don't believe me, just watch. 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 Hey, hey, oh! Stop. Wait a minute. Var. Bugün şükür, ay Allah şükür. Her vaxtınız xeyir olsun, hər birinizi bugünkü günümüz əladır. Bu qədər bizə insanlar gəlib, sizlərə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Alqış istəyirik, maraqlı edirəm. Bəh, bəh, bəh. Çox gözəl, möhtəşəm görsənirsiniz. Bugün biz yeni pavilyondayıq, yeni studiyamızdayıq. Və bundan sonra əziz tamaşaçılarımız yeni vaxtımız dəyişdi. Artıq 12 tamamda efirdə olacaq. Dəyişməyən bir şey var ki, o səydədir və mən heç vaxt dəyişmirəm, dəyişi də bilməyəcəyəm. Dəyişə də bilmirsən. Bəli. Bizim gözəl musiqiçilərimiz də var burada. Əkbər buradadır və onun dostları salamlayırıq. Oy, nə gözəl görünür. Gəlin alqışlayaq. Gəlin alqışlayaq. Uşaqları təqdim elə, mən istəyərdim uşaqları... Bir təqdim elə qrupda. Yox, qrup, oynayan qrupu. Oynayaq, sən qrupun söncəyə düşmüsən, başın qarışı. Yeni stüdiyadır, ola bilər. Sən birinci... Crazy Eyes idi, yəqin ki bəyəndiniz. Crazy Eyes. Onda bir də alqış gəlsinlər. Əla deyilsən bir də. Bəli. Bizimlə bərabərdir DJ Namo. Bugünləri çox gözəl qonaqlarımız var, əlbəttə ki. Oy, mən Burak'ı bu il necə sevdim. Mən üzə Burak'ı görəndən sonra bütün gün oynayıb oxuyub oynamaq istəyəcəm. Buranın abu-havası çox yaxşıdır. Elə yeni bir, mahnınız bir dənə ifa elə, buranın abu-havası tamamilə dəyişsin və qonaqlarımız da olacaq. Necə baxırsınız məsələyə?
Yaxşı baxsınız. Gəlsin onda mahnımız. Mənimdə bir ruhum var, ürəyim, canım var, hiss edib duyuram hər şeyi. Gülüşlərim altında kədərim, qəmim var nə qədər, udum mən dərdləri. Elə yaramışam, doğulmuşam, yaşamışam, dəyişə bilmərəm insana. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Mənimdə bir sevgim var, istəyim, arzum var, dinmirəm, qəlbimdə gizlərəm. Dokunsalar dərindən qəlbimə, acılar, yaralar, bəlkə də ağlaram. Elə yaramışam, doğulmuşam, yaşamışam, dəyişə bilmərəm insana. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Baxma qüsuruma, baxma əməlimə, sən özümə dəyər ver. Baxma acısızə, baxma yanlışıma, ürəyimə dəyər ver. Sağ ol Əkbər. Sağ Ey ol. tamaşaçılar, Sağ ol abi. möhtəşəm görsəlisiniz. Siz soruşmursunuz ki, sən niyə əvvəldə Katyuşa çalırsan? Soruşacağıq, soruşacağıq. Kaçışmaya Amma yaraşır, elə soruşacağıq. bir. Səidə, Hay canım mənim, indi reklamlara bağlanırıq. Hə? Reklamlardan dərhal sonra əsl şoda görüşürük.
soruşum, niyə elə bu xatirlənə Çayımız da gəldi. Səhər tezdən. Birincisi, Aha. gözəl əhval-ruhiyyə var məndə. Çünki 3 möhtəşəm gün var, atlatdıq o günləri. Bizim, amma istirahət Bəli, günlərimizə 9 düşdü. may, 10 9 may. may, hamı bilir ki, Bəli, bayram idi. 41-45. O 45-ci il Qələbə qələbə günüdür günü. və bizim hamımızın babaları orada iştirak edirlər. Allah onlara rəhmət eləsin. Alqışlar gəlsin birincisi 9 may üçün. Mən babamdan başqa. Bəli, 10 may hamımız bilirik ki, bizim Allah qəni-qəni rəhmət eləsin. Milli liderimizin ad günüdür. Bu da bir möhtəşəm gündür. 92-ci il dönümü qeyd elədik. Gürültülü alqışlar gəlsin. Fəxrisi. Və bu gündə biz təzə pavilyona keçmişik. Həm də mənim həyat yoldaşımın ad günüdür. Bizim evlilik günümüz qeyd olunur. Onu buradan təbrik edirəm. Canım, Allah öpürük onlara səni. çox görməsin. Xoşbaxt Balalarımızı olasın. Yarayanlardan olasın. Sağ əliniz mənim başıma. Sabah tortu gözləyirik Əkbər. Baş üstə, tortu məndə. Tort. Sən də kimi gördün boyuna tort qoyursan. Bizim gətirəcəm sana. Mütləq. Qonaqlarımız var. Hə. Ümumiyyətlə keyfin necədir? Əcda. Əcda. Yaxşıyam abi. Həmişə yaxşı olur. Dostlarımı bir dəqiqə Ay canım. təqdim eləyim, sonra siz davam Hə, edin. Buyur. Fərhad Hacıyev, gözəl Çox aranjmançı. gözəl, çox gözəl. Burada da Emil Xəzər, Xəzər Lənkəran Bəli. məsələləri var burada. Emil Xəzər bəzi. Əkbər alqışı xoşlayır. Gəlsin. Təşəkkür edirəm. Mən xahiş edirəm, aparıcılarıma da gürültülü alqışlayın. Çox gözəl adı-hava var burada. Bəli. Əkbər Qonaqlarımız bizə var. yaxşı olsun. Əkbər danışır. Əkbər Çox maşallah. danışmağı sevir. Elə yaxşıdır. Hə. Hə. Qonaqlarımız var. Yaxşı qonaqlardır. Bəli. Sevdiyimiz insanlardır. İlk qonağımız aktrisadır. Özü də gözəl aktrisadır. Bəli, gözəl. Belə Əməkdar mamlı artisti. matan bir xanımdır. Dəvət eləyək. Canımdır. Dəvət Beləliklə, eləyək. əməkdar artist, musiqili teatrın aktrisası Gözəl Naidə xanım. Orucova gəlir. Necəsiniz? Xoş gəldiniz. Necəsiz Naidə xanım? Çok sağ olun. Ben bilirəm ki bugün ilk gündür ki Ya, siz siftə bu. sizləndir. Bəli, siftəni biz açırıq. Xeyirli olsun. Sağ olun, Çok yeni gözəl pavilyona studiyadır, keçdik. çok Sağ gözəl olun. pavilyondur. Vallahi mən sizləri o qədər çox istəyirəm Qaç ki. verir. Mən sizi görəndə mənim əhval-ruhiyyəm çox gözəl olub. Bu gözəl tamaşaçıları da salamlayıram. Ekran qarşısında oturan tamaşaçıları da salamlayıram. Hoş gördük sizləri. Çok sağ olun, çok sağ olun, çok Buyurub sağ olun. əyləşə Naidə bilərsiniz. xanım, Bizim xoş sizlə gəlmisiniz. maraqlı Həmişə siz söhbətlərimiz var. gələsiniz. Ürəyimiz harda istəyir. Sizə Ürəyimiz harda istəyir, rahatsa hara orada da rahatdır, otura bilərsiniz. Əyləşə bilərsiniz. Çay verin sizə qəşəng Ardınca gəlir. istəyirəm elə Ay, nə yaxşı. digər qonağımızı da dəvət eləyim. Kimi dəvət etsəm? Bəyimizi dəvət Bəyimizi, eləyim. ay, bəyimizi deyim də mən. Bəyimizi. Bəyimizi mən deyərsən? uşaq idim. Belə deyim, mən elə balacaydım. Yəni Balacaydın. oxumaq söhbəti mən heç oxumaq heç bir yox idi. Amma mən o vaxt ümumiyyətlə məktəbdə oxuyurdum. mən də məktəb, amma Qızlar ölürdü onun üçün, həqiqətən də. O ölürdü də sözdür. Qızlar çox sevirdi o insanı. İndi də sevirlər, indi ümumiyyətlə Azərbaycan sevir o insanı. çox sevdiyimiz bir insandır. Yəni mən onu uşaqlıqdan bəri tanırım. Özdə biz qonşu olmuşuq ha. Danışacağam qonşuluq şeylərini. Bir iki Çox hörmət məzəli bir bəslədiyimiz söhbətlərimiz var. Gəlsin bizim gözəl sənətçimiz, bizim gözəl müğənnimiz İzzət Bağırov! Pamuğu verim orada. Xoş gəlmisiniz. Çok sağ ol, teşekkür Həmişə ederim. siz gələsiniz, necəsiz? Bilirim Artur bilir ki ne. Hele yok birazdan, hele yok. Salamlayıram tamaşaçılarıma, Ay, hoş maşallah gəlmisən. Səidə, maşallah, maşallah. Hər adama maşallah. qismət olmur ha, belə tamaşaçı. Hər adama qismət olmur. Heç bir verilişdə belə tamaşaçı yoxdur. Bəli. Artıq müğənnilər gəlib rahat burada konsert Hə, edirlər. heç vallahi Elə konsert kimi. Konsert kimi. hələ konsert də. Burada bir Hə, dedim, 100-ə yaxın adam var. Var, Çox məncə olar. 100-dən çoxdur. Gəl sayaq, Maşallah. gəl sayaq. Sayaq, 100-dən çoxdur. Sən o həqiqətən. yandan başla, mən bu yandan. Hə, İnşallah həqiqətən. 1000 olsun, 1000. Tamaşaçı 1000 özü tamaşaçı də olsun. verilişlərdə çox vaxt eyni simalı tamaşaçılar olur axı. Burada o Fərqli, dəqiqə bilir ki, fərqli, fərqli bəli. tamaşaçı gənclərdir. Onlar Maşallah. Səidəni, məni, sizi sevən insanlardır. Gəlirlər. Səidə xeyirli olsun. Sağ ol canım. Təbrik edirəm. Çox sağ ol. Bu günləri
veriliş bir aydır da. Artıq bir ayımız tamam oldu, keçdi, ikinci ayın ilk həftəsinə başladı. Həm də bu günləri onu deyim ki, süftəni təzə pavilyondan bu gündən başlamışam. Sənlə başlamaq istədik. Əliniz, ayağınız yüngül olsun. Xoş gəlmişsiniz. İzzətin qəlbi, ürəyi təmizdir və gəldiyi yerdə onun ürəyi kimi bizə uğur gətirəcəyinə və uğur gətirəcək bizə. Bayaqları deyir ki, sənə qurban, çox sağ ol. Bayaq eşidirəm, deyir ki, oxuyanda mən deyir, hələ oxumaq elə də bilmirdim. Doğrudan bilmirdim də. Mən balacaydım, bax yadıma gəlir. İzzət cavan oğlan idi, bütün məhəllə qızları ölürdü İzzət. Mən də reyzinko oynayırdım. Mən nə, balaca belə fırtlar, belə gəzirdim, qızı reyzinko oynayırdım. İzzət gəlir. Ya, məhəllədə, neçənci mərtə 7 idiniz siz, 6, biri 5. O nə bilim, o qədər yerdə yaşamısan, mərtəbələrdə yadımdan çıx. Orada neçə idi? Biz 7 idik. Mən valla bilmirəm. Siz bizdən aşağıda. 5. 5, deyirəm, biz 7-ci mərtə. Bax, İzzət gəlirdi. Popularlı vaxtda qışqırırdı. Özü bacını çağırdı. Düzünü deyirəm. Bacı! Bizə biraz İzzətdən danış. Bütün məhəllə İzzətə baxır. Fanatda hamı İzzətin popularını alır. Bacı! Qışqırır. Kalonkanı yandır, gəlib çimirəm. Bütün məhəllə bilirdi ki, İzzət bugün çiməcək. Hamı da, bütün özdə qızlar. Qızlar necə ölürdü bunun üçün. Vay, bura əsl şovdur, bura əsl şovdur. Həqiqətən də... Hələ bunu deyən olmamışdı. Bu hələ belə söz deyən olmamışdı. Mən qonşu olacağım da, ona görə deyirəm. İzzət, hansı mahnını oxuyacaqsan? İzzət oxusun, sən nə istəsən deyə oxusun bilərəm. İzzət. Mənim qurban olarım. Hansı mahnını oxuyacaqsan? Vallahi nə bilim, hansı mahnını versin, onu oxuyacaq. Hansı mahnı? Onunla gəlsin mahnımız. Bak. Tut elimi, gel məndə tutun. Sonra da qəlbindən keçmişi yuyum. Keçmişinlə bağlı anı unudum. Yeni eşkimizə bir roman yazar. Sən də tut elimi, gel məndə tutun. Sonra da qəlbindən keçmişi yuyum. Geçmişinle bağlı anı unudum. Yeni eşkimize bir roman yazar. Yeni eşkimize bir roman yazar. Romanı da gerek sevgiden yazar. Açılan sabahlar koy bizim olsun. Gündüzler sırdaşım he yanım olsun. Gecelerde bize koy çok hoş olsun. Yeni eşkimize bir roman yazak. Açılan sabahlar koy bizim olsun. Gündüzler sırdaşım he yanım olsun. Gecelerde bize koy çok hoş olsun. Yeni eşkimize bir roman yazak. Romanı da gerek sevgiden yazak. Hayal etmiştik tek geleceği. Kalbimize ahır eşkin isteği. Kovak üstümüzden esen küleği. Gel bu eşkimize bir roman yazar. Biz hayal etmiştik tek geleceği. Kalbimize ahır
ahır eşkin istəyir Qovaq üstümüzdən əsən küləyi Gəl bu eşkimizə bir roman yazaq Gəl bu eşkimizə bir roman yazaq Romanı da gərək sevgidən yazaq Açılan sabahlar qoy bizim olsun Gündüzlər sırdaşım həyanım olsun Gecələrdə bizə qoy çox xoş olsun Yeni eşkimizə bir roman yazaq Açılan sabahlar qoy bizim olsun Gündüzlər sırdaşım həyanım olsun Gecələrdə bizə qoy çox xoş olsun Yeni eşkimizə bir roman yazaq Romanı da gərək sevgidən yazaq Romanı da gərək sevgidən yazaq Bravo. Nə gözəl mahnıdır. Çox sağ ol. İzzət, kimin bəstəsi, kimin sözləri? Reklamdır. Yox, Yo, yo, reklam yo. deyil. Biz nəsillikcə hamımız sənət. Bilirəm, siz maşallah, hamı maşallah sənət var. Bu günləri bu sözləri anama aiddir. Bizdə nə hamımız gözəl. bilsin, hamısı Ay, sənətlə mama. məşğuldur. Bütün analara Anam, buradan öpürəm səni. salamlarımızı Gözəl göndəririk. Sağ ol, bu çox sağ ol, əzizim, minnətdaram. Analar günü idi dünən. Bunun sözləri təşəkkür edirəm. Sözləri anamındır. Onun bir çox şeir kitabları var. Bir neçə dənə şeirlərinə mahnı yazmışam. Bəs inşallah. Elə hazır mahnı verərəm sənə. Hə, nə olar? Oy, razıyam. İnşallah. Və musiqisi skripkaçı dostumuz Zamiq Qasımovundur. Hə, Zamiq. Maşallah dostlar musiqiçilərlə gözəl tanıyırlar. Mahnı da ki Çox gözəl, əlaydı, çox xoşumuza gəldi. Çox sağ ol. Bizə buyur əyləş. Çox sağ ol. Sevgi sözləri, maşallah. Daha bir qonağımız var. Mahnı, musiqi, sözlər Mütləq. vəhdətdə olanda doğrudan da çox Mütləq. ifadə da sözlər. Söz olur. Mən bilirəm ki, doğrudan da İzzət o lirikan sən doğrudan atasan da. Vallahi mən Çox sağ ol. apardı mahnı doğrudan da Ha, apardı. Bəli, Gözəl. həqiqətən də. Mən də sevdim abi. Növbəti qonağımız var. Deməli bu gün Bax dedim də nəsillik. biz səni qonaq-məğrəbəni yığırıq, özümüzünkiləri yığırıq. İzzət, bəlkə özünü təqdim eləyəsən qonağımıza. Valla bir bacım qızı oxuyur, Vüqar Əhmədin qızı, Alma xanım, hə, o da oxuyur. Eləsi belə yumru deyə Hə, almadı, o da maşallah. maşallah, onun da gözəl səsi var, o da gözəl. Maşallah. Bir bacım oğlu da, bu birisi bacımın oldu, iki bacım var, bacım uşaqları, maşallah sənət əmək. O da Tahirdir, adı Tahir Cəbrayilov. Onu da gətirmişəm özümlə buradadır. Onun da Bəlkə gəlsin. Gəncdir, 19 yaşı var, sənətə artıq yeni verilişlərə dəfələrlə çıxardıram özümlə bərabər bir yerdə çıxır. Nə Amma yaxşı bu gün dayı bu deyil. günləri Köməklik deyim, onu da deyim. göstərirsən. Xeyr, bu günləri şəxsən bu verilişə o məni çıxardıb. Necə? O məni çıxardıb çünki Düzdür. əslində yəni bu səbəbkarı bu günlər özüdür. Çünki Səidə onu verilişə dəvət eləmişdi. Sadəcə o mənsiz gəlmir. Həmişə mənə dəvət elə edəndə olur. onu da aparım. Bu gün Səidə onu çağırmış Amma mən ona. sənə bir söz deyim İzzət. Show biznesə doğrudan dayday olmaq yaxşıdır. Sən də var maşallah, yaxşı Maşallah, daysan. daydaylıq Həm eləyirsən. naturalni dayda. Sən naturalni da. Belə dayda mən də sevmirəm. Mənlik deyil. Əziz tamaşaçılar, Naturalni dayda. alqışlarınızla Tahir gəlir. Tahir Bizə ya. gəlsin. Gənc müğənnidir. Xoş gəlmişsən ay Tahir. Sağ ol. Yakışıklı oğlan da, bu salamlaş türklər tamaşaçılarla. demişkən, yakışıklı da qızlar. Çox yakışıqlı Maşallah. oğlandı. Çox sağ ol. Amma sizlərə oxşamır İzzət. Atasına oxşurdu. Ya dayısına oxşuyur. İki doğulu dayısına oxşuyur. Oxşuyur, valla oxşarlığı var. Maşallah. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Buyur əyləş, buyur əyləş. Ürəyin harda istəyir əyləş. Həmişə sən gələsən. Əziz tamaşaçılar, ITCC şirkətinin baş sponsorluğu ilə Əsil Şoya baxırsınız. Mənim yenə vərəqlərim səhv burada Mən pərdələr. həmişə səhv salıram. Bəli. Əziz
Tamaşaçılar diqqətli olun, xüsusilə burada gənclər əyləşib, abituriyentlər əyləşib və nəzərinizə çatdırım ki, Gürcüstan Təhsil Mərkəzi ITCC sizi Gürcüstanın dövlət universitetlərinə müalicə işi, stomatologiya, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq, maliyyə kredit, bank işi, turizm və digər ixtisaslar üzrə qəbul həyata keçirir. Təhsil rus və Azərbaycan dilindədir. Verilən diplomlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən rəsmən tanınır. Əlavə xərc ödəmədən təhsil mərkəzi vasitəsilə Gürcüstanda ali təhsil ala bilərsiniz. Əziz abituriyentlər, təhsil mərkəzi... Mən bilmirəm, nəyi alqışlayırsınız? Sponsorları alqışlayırsınız əlbəttə ki. Ünvan Yasamal rayonu Şərifzadə küçəsi 1 ATV kanalı ilə üzbəyüz. Telefon 012 434 11 26 050 473 99 99 və verilişimizin digər sponsoru. Pərdələrimizin təmiz pərdə şirkətidir sponsorumuz. Azərbaycanda ilk dəfə olaraq təmiz pərdə şirkəti zebra və ştorların müasir avadanlıqda təmizlənməsini həyata keçirir. Yay mövsümü ilə əlaqədar olaraq təmiz pərdə şirkəti 15% endirim kampanyasını təklif edib. Bakı bağlarında xüsusi endirimlər var. Ümumiyyətlə pərdəyə aid nə istəyirsinizsə ən sərfəli qiymətlər təmiz pərdədədir. Mütləq şəkildə xanımlar müraciət edin. Telefon nömrələrində artıq ekranlarda görürsünüz. Və növbəti sponsorumuz... Bəli, növbəti sponsorumuz Ayrətur Turizm şirkətidir. Əgər Ayrətur Turizm şirkətinə getsəz, yay istirahətini möhtəşəm keçirə bilərsiniz. Deməli, Antalyada Kəmərdə yerləşən Avangard Otel sizin və ailənizin rahatlığını ən yüksək səviyyədə təmin edir. Otel yüzlərlə otaq və lüks villalar ilə xidmətinizdədir. 2015-ci ilin yay mövsümü boyunca Türkiyə və dünyanın məşhur ulduzları sizə unudulmaz anlar bəxş edəcək məhz Avangard Oteldə. Oteldəki restoranlarda Yapon, Livan, İtalyan və Türk mətbəxinin ən ləziz təamlarını dadacaqsınız. Əgər Ayrətur Turizm şirkətinə müraciət etsəz, Azadlıq prospekti 201H ünvanında yerləşir. 012 449 45 97 02 48 43 70 050 265 43 53 müraciət edə bilərsiniz. Maşallah, mən də elə reklam oxusaydım nə gözəl. Deyə bilmirəm. Növbəti sponsorumuz isə Oskar Günə Baxan Tumlardır. Oskar Günə Baxan Tumları tər-tərdə istehsal olunur. Aprelin 1-dən başlayaraq müddətsiz bol hədiyyə kampanyası var Oskar Günə Baxan Tumlarında. Ona görə də keyfiyyətin əsl ünvanı Oskar Günə Baxan Tumları. Mütləq şəkildə alın, qeybət qıra-qıra belə hər dəfə hədiyələr çıxır, biz qonaqlarımıza veririk o hədiyələrdən Oskar Tumlarının hədiyyə veririk. Bu günləri də məhz Oskar Tumlarını açacağıq. Mən bu boyda studiyada özümə yer tapa bilmirəm. Fırlanıram məyələdən. Növbəti sponsorumuz isə saç tökülməsi və baş dərisində olan xəstəliklərə son uzun illərdir Türkiyədə uğurla fəaliyyət göstərən bitki dərman saç mərkəzi artıq Bakıda fəaliyyətə başlamışdır. Saç müalicə dəstinə 8 məhsul daxildir. Məhsullar tam təbiidir. Tərkibində 22 növ endemik bitki qarışığından ibarətdir. Eləcə də bitki dərman brendinin lasyon və kremləri də tam təbiidir. Sizin dəriniz gözəl və təravətli olacaq. Ünvanı xatırladım. Mirzəbala Əhmədzadə küçəsi, ev 6, mənzil 51, Nərimanov parkının arxası, telefon nömrələri 055 392 67 00 012 567 34 75, Facebook ünvanı Bitki Dərman Bakıda və müayinələr də pulsuzdur Bitki Dərmanda. Ona görə də bu yararlanın, necə deyirlər, bu... İstifadə eləyin, əlbəttə. Yox, bu kampanyadan yararlanın. Bu fürsətdən istifadə eləyin, bu kampanyadan istifadə eləyin. Yararlanın. Bəli. Digər sponsorumuzla davam edirəm. Yenə də üzümü tuturam abituriyentlərə və eyni zamanda ikinci təhsil almaq istəyən insanlara, şəxslərə Türkiyə Dövlət Universitetlərində atestatla qəbul başlayıb. Abituriyentlərin və məzunların nəzərinə, belə ki, Türkiyə Dövlət Universitetinin bakalavr pilləsinə heç bir imtahan vermədən, sadəcə atestatla qəbul olmaq istəyirsinizsə, zəfər kurslarına müraciət edirsiniz. Ümumiyyətlə, təhsil çox vacibdir. Ona görə mütləq müraciət edin. Türkiyənin 30-a yaxın dövlət universitetlərinin atestatla qəbul yalnız zəfər kurslarında aparılır. Deməli, nələr lazımdır? Atestat lazımdır. 4-ün 6-ya 12 ədəd fotoşəkil lazımdır. 9, 10, 11-ci sinif qiymət cədvəli lazımdır. Xarici pasport və ya şəxsiyyət vəsiqəsi lazımdır. Zəfər kurslarına gəl, atestatla Türkiyə universitetlərinə qəbul ol. Telefon nömrəsi 012 480 26 32. Və indi isə əziz tamaşaçılar,
Mən Tahirlə bu günləri birinci dəfədir görürəm və tanış oluram və istəyirəm ki, öz istedadını gəlsin, göstərsin əziz tamaşaçılar. Alqışlarınızla biz də qulaq asaq və tanış olaq. Mütləq dəstək olmaq lazımdır.
tamaşaçılar, bu gördüyünüz yenə də Crazy Ice idi. Crazy Ice komandası ümumiyyətlə çox böyüyür, genişlənir. Eyni zamanda Crazy Ice bizi digər qardaş ölkədə, Türkiyədə təmsil eləyəcək. Deməli, yetənəksizsiz eləyiblər, artıq yarım finaldadılar. Mayın sonuna yaxın yenidən Azərbaycanımızı təmsil eləyəcəklər. Sağlar, uğurlar olsun. İnanıram ki, Azərbaycanı doğrudan da Azərbaycanın adına layiq inşallah təmsil edəcəksiniz. Və eyni zamanda xatırladım ki, artıq Avropa oyunlarına 32 gün qaldı və bu Avropa oyunlarında inanırıq ki, hər birimizdə həyəcan var, hər bir şəxsdə həyəcan var, ölkəmizdə ümumiyyətlə həyəcan var ki, bu böyük bir hadisədir və inanırıq ki, uğurla bu Avropa oyunlarını da yola salacağıq. Biz fəxr edirik ki, Avropa oyunları ilk dəfə Azərbaycanda olub. Gəlin, alqışlayaq bu hadisəni. Artıq turistlər də Azərbaycana təşrif buyurublar. İdmançılar da yavaş-yavaş gəlməyə başlayırlar. İnanın ki, mən o günlər şəhərə çıxmışdım. Nə qədər turist görmüşəm, nə qədər artıq ölkəmizdə turistlər çoxalıbdır. Çox qonaqlarımız çoxdur. Hindidən gəlirlər doğrudan da. Biz də öz mədəniyyətimizi göstərməliyik mütləq. Onları biz lazımınca, layiqincə, yetərincə biz onları qarşılayıb yola salmalıyıq. Öz mədəniyyətimizi xarici vətəndaşlara göstərməliyik və çünki biz Azərbaycanlıyıq. Qanımız, canımız Azərbaycanın qanıdır. Çox qonaqpərvər millətik. Biz onu göstərməliyik. Əziz tamaşaçılar, reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra oyun da olacaq, cərmə də olacaq, hər şey olacaq. Əsil Show'da görüşürük reklamlardan sonra. Əsil Show davam eləyir, öz sürəti ilə davam eləyir. Əsil Show'da bilirsiniz ki, oyun var, eyni zamanda cəlmə də var. Bu günləri qonaqlarımız üçün xüsusi bir oyun göstərəcəyik. Yəni, deməli gözlərini bağlayacaq qonaqlarımızın və bir balaca gördüyünüz bax bu stəkandakı suyu yerini gözü bağlayandan sonra o stulun yerini dəyişib deyəcək ki, aparıb oradakı stəkan boş stəkana süzməlidir. Yəqin ki, başa düşdünüz oyunumuzu. Beləliklə, qonaqlarımızı alqışlarınızla dəvət edirəm bura. İlk olaraq İzzət. Bizim oyunlar yalnız, İzzət bəy, siz böyüklər üçün nəzərdə tutulur. Qorxmayın, elə qorxulu oyun deyil, maraqlıdır. Elə də çox maraqlı oyundur. Aha, İzzətin gözünü sən bağla. Nayda xanımın gözüm mən. Görmürsən? Yalan danışma, ha. Biraz bu tərəfə gedək. İzzət abi. Nayda xanımı da bağlayayım gözünü. Nayda xanımı bağlayayım gözünü. Tamaşaçılar buradadır. Tamaşaçılar bəli oradadır. Mən çalışacağım ki, sənə kömək eləyim. Hansı tərəfə getmək lazımdır. Stulun yerini dəyişək. Stulun yerini dəyişək, hara qoyaq? Bəlkə stolda mən götürüm. Yəqin ki, gördü sarı qoydu. İzzət abi, biraz qarşıya gələk. Birazdan. Aha. 1, 2, 3. Fırladaq biraz. Başladıq. İndi stəkandakı suyu gətir. Birini, yalnız birini. Vermə də. Biri bəs eləyir. Həmin stulu tapıb, bu stəkandakı suyu aparıb oradakı boş stəkana tökmək lazımdır. Mən özüm çalışacağım ki, köməklik eləyim. Başlaya bilərik. Buradan piliçanca var, yıxılıb eləyərik. Vəssalam, başlaya bilərik. Deməli, alo, dönürsən sağa, hə. İzzət abi, dön. Gəlirsən metronun üstünə. Metro oradır. Metro nə idi? Gəlirsən, alo. Metro üstü olur. Sağa dön, arxaya dön. Arxaya dön, aha. Düz gəl. Düz gəl, qabaqdayım, gözləyirəm səni. Gözləyirəm. Hərəkət elə, qarşıya doğru hərəkət elə. Gəl. Görürəm səni, görürəm. Gəl.
Gəl, gəl. Səidi hara aparsan? Adı yox, qorxma, narahat olma. Get, get, düz get, düz get. Belə get. Hə, düz get. Dönürsən sağa. Suyu Əkbərə verirsən, içir. Sən niyə məni azdırırsan yol? Mən başqa yolla aparmaq istəyirəm. Hansı yolla? Vasmo Gizli yolla. yolla aparmaq istəyirəm. Əkbər musiqiçimizdir. Canım üçün, inarsan mən bir söz Dönürsən sağa dön abi. Bir də DJ-imiz mahnı qoysun. Aha. Dönürsən sola, Musiqini saxlayaq. İzzət abi, heç hərəkətsizsən, sən? Çünki çaşdırmışsınız onu. Ay sağ ol, əyil. Əyil. Əyil aşağı biraz, Əyil, yox biraz da qabağa, aha, qabağa. tapdı, Ay tapdı, sağ ol, tapdı, hə, tapdı. götürdün. Və budur. Afərin. Gördün? Bəs. Çox Bravo İzzət. bravo İzzət. Düzünü deyir. Navigator çox yaxşı. Mən bir şey başa düşdümsə mənim üzümə lənət. Mən də heç nə başa Heç nə düşmədim. başa düşmədim. Amma bu oyun bizim üçün yazılı və biz oynayırıq. Amma bir dənə Təşəkkürlər şey olsun. dedim də, indi burada Nayda xanım olmasaydı. o olmasaydı mən ola bilər suyu, Hə, suyu. mən ola bilər suyu neyini yardım o bir Allah bilir. Mən sənə dedim. Gözə kömək yaxşı şeydir. Sən, Gəl, indi Nayda Nayda necə- xanımı qoy mən eləyim. Gəl bura, Miqrofon dur Nayda elədin o məni xanım. ya. Dur canım mənim. sən çaşdırırsan metrozat Yo, yo, danışırsan, sən nə bilim, metro sən deyirsən. Mən telefonla Heç bir danışırım, şey ona başa görə. düşmürəm. Dur bacı. Yerini dəyiş onun. Stop. Bu boş. Dolunu verirsən dolunu. Afurladım sonra veririm. Tut bunu. Çok fırlatmadan davranıyorum. Bakma bacı, yavaş kıvırdıcıya. Bir, beh. İki, beh. Üç. Üç. Alkışlar da gelsin. Beh. Deməli suyumuzu verirsən. Nayda Sağ. xanıma. Nayda xanım. Yo, ona qulaq asma, mən öz üçün yenildəcəm. Deməli, getdi Nayda xanım. Mənə qulaq as, sağa dön, sağa Yo, dön, sağa. sağa dön. Yo, mənə qulaq as, sağa dön. Sağa dön. Sola. Anladılar səni. Sola. Gəlin. Gəlin. Ara apar. Hə, buyza. Yox, eləmə, Tökün, Allah. suyu Yo. tökün. Suyu tökün. Eləmə də İzzət, mən bütün planımı sən pozursan. Belə oynamıram mən. Mən sənə qulaq asıram. Yo, qulaq asma Yo, ona. mənə kömək elə, mən kömək eləməliyəm axı, elə şey olar. Bir damcıda deyən sonra kömək eləyərsən. Yaxşı, Getdi eləmə. Nayda xanım, parkda gəzirik. Dünya aləm vecimizə deyil. Dayan. Sağa. Musiqi oyanaq. Hə, düz. Biraz da düz. Biraz da gedirsiniz. düz. Biraz da Bəli, düz. suyu tökün. Yo. Tökün suyu. Əkbərin üstünə tökün suyu. Musiqini götürün. İnstrumenti yandıracaqsınız. Düz. Ara İzzət. Bax sağa dön, sağa. Dön sağa dön. Dön. Biraz da dön. Dön Nayda, dön yenə, dön sağa dön. Ay belə get. Get indi düz. Get, narahat olma. Get. Gəl. Nətər qoymadılar. Hepsi adamsız. Gəl, Mən belə oynamıram. Gəl. Ben de böyle oynamam. Bax, biraz da. Tamam, dayan. İndi əyil stol tapacaqsan. Yavaş. Düz stəkan əlinin altındadır. Əhsən. Hə. Açın gözlər. Bravo. Nayda xanım. Mən amma əslində
Mən başqa şey eləmək istəyirəm. Mən imkan vermədim. Mən deməliydim də. Bravo, bravo. Bax. Mən kömək eləməliydim də, o eləmişdi. Mən başqa şey eləmək istədim, qoymadım. Sən bilirəm nə eləmək istərdin. Cəriməmiz olacaq sən bizi o zaman. çimizdirmə, əvvəl cərimə eləyər, sən bizi çimizdirmək istərdin. Sən Yo, ora istəmirdim. Sintezatorun qabağında dayanıb qabağında. Deyir tök suyu. O da danışmır. Sonra deyəcəksən ki 2000 ver gəmin üstündən talıb. Heç nə olmaz. Biz verərik, 2000 də verərik, 10.000 də verərik. Sonra İndi isə deyəcək 2000 ver sponsorların gəmin vaxtıdır. üstündən. Sponsorlarımız Dəyişmək istəyirsən üstündən. ITCC şirkətinin baş sponsorluğu ilə əsl şoya baxırsınız. Abituriyentlərin nəzərinə diqqətli olun. Gürcüstanda təhsil mərkəzi ITCC sizi Gürcüstanın dövlət universitetlərinə müalicə işi, stomatologiya, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq, maliyyə kredit, bank işi, turizm və digər ixtisaslar üzrə pulsuz qəbul həyata keçirir. Təhsil Nazirliyi tərəfindən rəsmən tanınır bu diplomlar. Tamaşaçıların nəzərinə çatdırıram. Əlavə xərc ödəmədən təhsil mərkəzi vasitəsilə Gürcüstanda ali təhsil ala bilərsiniz. Hələ də ali təhsil almamısınızsa mütləq üst tutursunuz ITCC şirkətinə. Və ikinci təhsildə mütləq almaq istəyirsinizsə eyni şəkildə. Ünvan Yasamal rayonu Şərifzadə küçəsi 1. Telefon nömrəsi 012 434 11 26 050 473 99 99. Eyni zamanda xatırladım ki, yataqxana və qidalanma da təmin edilir. Digər sponsorumuz isə Təmiz Pərdə şirkətidir. Təmiz Pərdə şirkəti zebra və ştonların müasir avadanlıqlarının təmizlənməsini həyata keçirir. Yaz mövsümü ilə əlaqədar olaraq Təmiz Pərdə şirkətində 15% endirim kampaniyası təklif olunur. Bakı bağlarında xüsusi endirimlər var. Ona görə də mən elə gəlir mövsüm artıq bağların mövsümüdür. Ona görə də bizim təmiz pərdəyə böyük ehtiyacımız olacaq. Ünvanı görürsünüz ekranlarda, nömrələri də görürsünüz ekranlarda. Mütləq şəkildə xanımlar yararlanın bu kampaniyadan. Çox əlverişli bir kampaniyadır. Növbəti sponsorumuz Ayrətur Turizm şirkətinə gedərək yay yaxınlaşır, istirahətə gedəcəksinizsə, xarici ölkələri gəzmək istəyirsinizsə, mütləq Ayrətur Turizm şirkətinə üst tutursunuz. Beləliklə Marmarisdə 5 yıldızlı Santido Orca Latos Beach otelində təbiətin möhtəşəm gözəlliyi və yüksək keyfiyyətli xidmət birləşir. Bu oteldə arzuladığınız lüks və komfortlu tətil keçirəcəksiniz. Mavi dəniz, 650 metrlik qum sahili, yamyaşıl meşəsi, ultra hər şey daxil 24 saat açıq bar və restoranları, hovuzları, uşaqlar üçün akvaparkı sizi xəyallarınıza qovuşduracaq Santido Orca Latos Beach. Mütləq müraciət edə bilərsiniz. Və növbəti bizim sponsorumuz Oskar Günəbaxan tumları. Gördüyünüz kimi burada da hər gün cütdəyirik. O tumları çox dadlıdır, çox keyfiyyətli bir tumlardır. Əl dəymədən istehsal olunur. Oskar Günəbaxan tumları tər-tərdə istehsal olunur. Və Oskar tumları inşallah ayın birindən artıq müddətsiz bol kampaniyası keçirilir. Oskar tumları və ona görə də keyfiyyətin əsl ünvanı Oskar Günəbaxan tumları. Mən yenə də üzümü abituriyentlərə tuturam və demək istəyirəm, təhsil almaq istəyirsinizsə, ümumiyyətlə təhsil vacibdir. Hər bir insan çalışmalıdır ki, təhsil alsın. Gələcəkdə iş tapmaq daha asanlaşır. Bununla da beləliklə Türkiyə Dövlət Universitetlərinə atestatla qəbul başladı. Azərbaycanda tanınır bu diplomlar. Abituriyentlərin və məzunlar deməli, zəfər kurslarına müraciət edir. Türkiyənin 30-a yaxın dövlət universitetlərinə atestatla qəbul yalnız zəfər kurslarında aparılır. Qeydiyyat başlamışdır. Lazım olan sənədlər atestat, 4-ün 6-ya 12 ədəd fotoşəkil, 9-10-11-ci sinif qiymət cədvəli, xarici pasport və şəxsiyyət vəsiqəsi. Zəfər kurslarına gəl, atestatla Türkiyə universitetlərinə qəbul ol. Beləliklə, telefon nömrəsi 012 480 2632. Və növbəti sponsorumuz Bitki Dərman uzun illərdir Türkiyədə fəaliyyət göstərir, artıq bizdədir, Bakıdadır. Ona görə də bu kampaniyada yararlı istifadə edin. Müayinə pulsuzdur Bitki Dərmanda və burada 22 növ endemik bitki qarışığından ibarət məhlullar var. Sonra dəri üçün gözəl losyonlar var Bitki Dərmanda. Ünvanı xatırladım, Mirzə Bala Əhməzadə küçəsi, ev 6, mənzil 51, Nərimanov Parkının arxası. Telefon nömrələrini artıq ekranlarda görürsünüz.
mütləq şəkildə istifadə edirik. Tutursuz və istifadə edirsiniz. Və davam edirik. Sponsorlarımız qutardı. Amma biz reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra Əsl Show'da əlbəttə ki, görüşürük. Bəli, Əsl Show davam edir. Musiqiçilərimiz də möhtəşəm idi. Gözəl suallarımız var sizə. İlk növbədə mənim sualım, istəyərdim İzzətə ünvanlayım sualımı. Mən bilirəm ki, İzzət həmişə, yəni tamaşaçılarımız da bilir ki, konsertdən bol olmusan. Çox konsertlər verir. Xodun al, Nana xodun al. Ay, sağ ol canım. Hədsiz konsertlər bir müddət. Yəni 2 gün, 3 gün elə olurdu da səndə. Özü 8 martda hər dəfə yadım. Mən 8 martda olurdu. Hər zaman 8 martda sağladım konserti. Bir də dekabrın 30-unda, 29-unda. Sən bu yerləri zaynt eləmişsin də. Hə, sonra indi neçə ildir İzzət konsert vermirsən? 6 il var. 6 il. Amma indi bu il Allah qoysa inşallah. Konsertimizdir. Artıq təsdiq olunub. Artıq biletlər satışdadır. Yəni açılıb kassaları, şəhərimizin kassalarında biletlər satılır. Yaşıl teatrda. İnşallah, Yaşıl teatr. Yox, sentyabrın 18-nə salmışıq. Hər şeydə mənə də bilet verirəm. İnşallah, sağlıq olsun və dostlarıma dəvətnamə verəcəm. Onlar mənim yanımda olsunlar. Əvvəlan konsert çox böyük bir orkestrlə, çox canlı bir konsert olacaq. Müşahidə çox böyükdür sayda. Eyni zamanda həmin gün Milli Musiqi günüdür. Milli Musiqi günü də həmin günə salmışıq. Əhsən, maşallah. Zeyr Hacıbəyevin ad günüdür. Alqışlayaq. Sağ ol, Nuru. Sağ ol. Çox gözəldir. Hə, sentyabrın 18-də artıq biletlərimiz satılır, şəhərin kassalarında satışdadır, Yaşıl teatrdadır. İnşallah müğənni qonağım yoxdur, amma belə zalda olacaq. O dostlarım, ürəyim kimi istəyir, onlara dəvətnamə verib çağıracağım ki, bilirəm ki, onlar həqiqətən məni istəyən insanlardır. Bax İzzət, Daybala duet fikirləşmirsiniz? Hələ inansan Səidə, hələ o qədər düşünməmişəm, heç bilmirəm belə bir şey olacaq yoxsa yox. Hələ ki öz repertuarımı hazırlayıram. Çünki hamısı yeni və orada musiqi günü olduğuna görə qardaşım çox gözəl qeyd elədi ki, Üzeyir Hacıbəyevdən bir neçə əsərlər salmışam repertuara. İnşallah sağlıq olsun. Yaxşı olacaq, Allah olsun. Allah istəyən olsun. Səni sevənlər də çoxdur, səni bəyənənlər də çoxdur. İnanıram o konsert də gözəl keçəcək və istəyirəm. Bilirsiniz də ki, İzzətlə də bizim iş birliyimiz olub da. Filmimiz olub. Mənim bir filmimdə Natavan oynamışdı başrolda. Natavan oynayan filmdə orada Natavan Əbibi. Nailə xanım da mənim, hətta mənlə bir evdə yaşayan xanım olur. Çünki mənə baxan, çünki mən tək oluram o filmdə, tək yaşayıram şəhərdə. Orada çox gözəldir. Elə oynamışdı ki, Allah, orada yeri var idi, sanki qutab pişirmişəm sən, qutab gətirmişəm. Görəm, İzzət elə baxdı o yerində, elə baxdı mənə. Yaxşı bir də dolma pişirmişəm. Nailə xanım, mən bir sual var Nailə xanım, gözəl aktrisadır, maşallah. Özünüz vurursunuz, sözlü kəsirəm vururuz. Həmişə pozitiv insansınız. Adama sizdən müsbət enerji gəlir, mənfi yox. Çünki mən öz əhval-ruhiyyəm mən pis olsa, mən onu tamaşaçı ötürsəm, onunla necə olar? Mən əksinə mənim əhval-ruhiyyəm pis isə, mən öz gözəl auramı, pozitivliyimi gəlir tamaşaçı ötürüm ki, onlardan da mən onu alım. Sağ olun. Vallahi doğrudan da sağ olun. Özdə mən sizə deyim. Yaxşı, səndir. Sizin üçün teatr daha önəm daşıyır, yoxsa film, kino sahəsi daha çox önəm daşıyır? Bilirsiniz, mənim üçün hər ikisi önəmlidir. Ne üçün? Çünki teatr daimidir. Amma film çəkilir və salam qutarır. Ancaq filmdə elə gərək oynayasan ki, öz obrazı bu, öz rolu elə açasan ki, tamaşaçı üçün, onun üçün aydın olsun ki, sən nə oynamaq istəyirsən, nə demək istəyirsən. Yəni ki, kinoda bu işləməlidir, daim işləməlidir. Amma teatr da yenə də əhval-ruhiyyədən asılıdır. Necə əhval-ruhiyyə? Mən bir obrazı, bir rolu mən müxtəlif cüsünə oynaya bilərəm, müxtəlif cürə oynaya bilərəm. Mən bir şeyi nəzərinizə çatdırım ki, Naidə xanım, bizim Ali Baş Komandamız, gözəl prezidentimiz İlham Əliyevdən gözəl bir mükafat alıb. Gəlin Naidə xanımı təbrik edək. Sağ olsun ki,
prezidentimiz ki belə aktyorlara, incəsənət xadimlərinə belə diqqəti var. Sağ olsun, valla. Yeri gəlmişkən mən buradan öz prezidentimizi doğrudan da ürəkdən təşəkkürləyirəm və öz Mədəniyyət və Turizm Nazirliyinə Əbülfəz müəllimə öz təşəkkürümüzü bildirirəm ki, bu aktyorlar üçün doğrudan da arxa dayaq kimidir. Bu çox lazımlıdır. Aktyorlar doğrudan da bizi ruhlandırır. Böyük işlər görmək, böyük rollar, obrazlar oynamaq, tamaşaçıları sevindirmək, belə bu cür işlər bizi ruhlandırır. Çoxsa mən öz minnətdarımı, təşəkkürümü bildirirəm. Çox sağ olun. Var olsun bizim prezidentimiz. Bir də bir sual vermək istəyirəm. Bizim gəncimiz inşallah müsabiqədə iştirak eləyəcəksən sən, yoxsa? Bəli, müsabiqəmiz var. Əziz tamaşaçılar, veriliş artıq sona çatır. Buyur, tez biraz zəhmət olmasa. Müsabiqəmiz var, digər qonşu kanalların birində yayımlanacaq inşallah. Orada da ki, görərsiniz. Qorxun yoxdur. İnşallah uğurlar olur. Gəlin alqışlarla İzzət bəyi dəvət eləyək. Ya, Tahir oxuyur, buyur onda. Biz sizlə sağollaşırıq, əzizlərimiz bizim. İnşallah sabah mütləq bir yerdə olacaq. Sabah 12:00-da hər birinizi gözləyirik tamaşaçılar. Eyni zamanda ekran qarşısında bizi izləyən bütün tamaşaçılar bizi gözləsin. 12:00-da görüşürük və beləliklə mahnı gəlsin. Kalbimin sevinci senin yadigarındır. Yuhumu kaçıranda senin intizarındır. Bu kalbimin sevinci senin yadigarındır. Yuhumu kaçıranda senin intizarındır. Senden gülen habersiz, senden şerik edersiz. Senden gülen habersiz, senden şerik edersiz. Gören değil bu göçey hansı bəxtə vərindi. Gören değil bu göçey hansı bəxtə vərindi. Könül nəğməli neydi, dilim dolu gileydi. Ey könül nəğməli neydi, dilim dolu gileydi. Öldürdün azın məni, insaf da yaxşı şeydi. Öldürdün azın məni, insaf da yaxşı şeydi. Ferhat olsaydım eğer kayaları yarardım. Mecnun olsaydım eğer bir feryat koparardım. Dedim sevirem seni, dedin hep gözüm aydın. Dedim sevirem seni, dedin hep gözüm aydın. Burada nitkim kesildi, burada sözüm kurtardı. Burada nitkim kesildi, burada sözüm kurtardı. Könül nəğməli neydi, dilim dolu gileydi. İnsaf da yaxşı şeydir.